Şəkərli diabetli bir xəstədir. Dabanında 1 ilə yaxın olan müddətdə kiçik bir dəlik görüb ciddiyə almayıbdır. Və təəssüf olsun ki, bugün həmin kiçik dəliyin hesabına artıq daban nahiyəsində qanqren baş verib. Adicə bir sınaq üçün, test üçün edirik. Görünən dəlik bu qədər böyük bir ayağı riskə salıbdır və daban yarası bizim ayağımızda elə bir ciddi bir problemdir ki, əgər barmaqda sürüntülü prosesdə ən pis halda 1 barmaq, 5 barmaq amputasiya gedərsə, daban yarasında isə olan irinli proses bir dabanı deyil də bütünlüklə bir ayağın amputasiyasına səbəb ola bilər. Ona görə də daban yarası olan xəstələr bu prosesi daha ciddi nəzərə alması vacibdir. Eyni zamanda dabanda pi toxuması daha çox üstünlük təşkil etdiyi üçün sağalma daha gec baş verir. Bu baxımdan daban yarası olan xəstələrin bu problemi ciddi alması vacibdir.